Ermənistanla 2025-ci ilin dekabr ayında Almaniya bax bizimlə eyni imzalanmış sənədi imzaladı. Yəni tərəfdaşlıq üçün strateji gündəlik haqqında birgə bəyannamə. Yəni oradan o tərəfə gedəcək bir addım yoxdur. Aralarındakı strateji əsas sənəd bundan ibarət. Həm Azərbaycandan, həm Ermənistandan bu balansı qurdu. Britaniya niyə bunu qorumadı bu balansı və Azərbaycanla bu saziş olmaya Ermənistanla bağladı? Əvvəl onu qeyd edeyim ki, bax erməni lobbisi və diasporanın zəif olduğu ölkələrini sadalamaq istəsək sadalayaq. Bunların içərisində Almaniya və Böyük Britaniya öndə gedən dövlətlərdəndir. Yəni Almaniya və Böyük Britaniya Fransa deyil erməni lobbiçiliyi və diaspora nöqteyi nəzərindən. Amma Böyük Britaniya bu imperiya olmuş bir dövlətdir. Onların da xətti nədir? Xətti odur ki, onlar ayrılıqda Azərbaycanda möhkəmlənim, ayrılıqda Ermənistanda möhkəmlənim, ayrılıqda Gürcüstanda möhkəmlənim xəttini həyata keçirmirlər. Onlar o düşüncələrdirlər ki, Cənubi Qafqaz bölgəsində möhkəmlənək. Necə? Elə yollan ki, deməli, hansı dövlətlə, məsələn, Azərbaycanla Böyük Britaniya münasibətləri hər zaman tarixində inkişaf eləmiş münasibətlərdir. Elə əsrin müqaviləsi, orada BP-nin deməli əsas rol oynaması, bunlar hamısı bəlli həqiqətdir. Yəni, Böyük Britaniyanın Cənubi Qafqazda möhkəmlənməsi üçün Azərbaycan bir maneəsi deyilən bir şey yoxdur. Əksinə, münasibətlərimiz inkişaf eləyib. Maneə ola biləcək dövlətlərdən biri bu Ermənistandır, Rusiyanın çox geniş səviyyədə nəzarətinin altında olan ölkədir. Deməli, eyni ilişkin daha çox Ermənistana qoyurlar ki, elə edək ki, onu Rusiyanın orbitindən çıxardaq. Azərbaycan isə heç kimin orbitində deyil. Azərbaycan müstəqil dövlətdir. Onu biz Rusiyadan da bərabər məsafədəyik, Fransadan da, digərlərindən də. Və bu baxımdan onlar Cənubi Qafqazda möhkəmlənmək xətti naminə ilk baxışdan görə bilərsiniz ki, xeyr ola, heç həmin sənədi bizlə imzalamamış, nəyə Ermənistanla imzalamışsınız? Eyni yanaşma elə Almaniyanın özünə də aiddir. Almaniya bir gün fərqindədir ki, Rusiyanın Cənubi Qafqazda təhsil imkanları getdikcə tükənir, məhdudlaşır. Bayaq söylədiyim kimi müqəddəs yer boş qalmır. Almaniyada bu günləri Cənubi Qafqazda möhkəmlənməsi üçün hər üç dövlətlə əlaqələr inkişaf elətdirir. Və bir gün siz görsəniz ki, Almaniyanın, indi Rasim müəllim söylədi, Ermənistanın bir izolyasiya siyasəti var. Bugün Ermənistan, deməli, Ermənistan yox, Gürcüstana münasibətdə bugün bir izolyasiya siyasəti var və Gürcüstanın siyasi rəhbərliğini hələ də Avropanın bir çox paytaxtlarında həzm eləyə bilmirlər. Azərbaycanla və Ermənistanla Avropa İttifaqının əlaqələri inkişaf etdikdən sonra, daha da inkişaf etdikdən sonra sizi təəccübləndirəcək bir hadisə baş verə bilər. Görərsiniz ki, Gürcüstana reveranslar eləyirlər. Gürcüstanla münasibətləri yaxşılaşdırma istiqamətində jestlər, addımlar atırlar. Nə üçün? Ona görə ki, Azərbaycanla və Ermənistanla əlaqələr inkişaf etdirib, strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb, Gürcüstanla analoji münasibət olmayacağı təqdirdə, deməli, Cənubi Qafqaz regionunda möhkəmləndim ifadəsini söyləmək çox çətindir. Deməli, bütövlükdə regionda möhkəmləmək lazımdır. Həm də Rasim mənim orada yaxşı bir fikir söylədi. Dedi ki, Cənubi Qafqaz, deməli, bugün Almaniya həm də Mərkəzi Asiya ilə bağlı onların planları var, tarixi reallıqlar var, bu bəlli həqiqətdir. Amma Azərbaycan da əslində Mərkəzi Asiya Məşvərət Şurasının üzvüdür. 5+1 variantını biz qəbul edilmişik və Cənubi Qafqazda və Mərkəzi Asiya onlar vahid geosiyasi bir məkan kimi baxırlar və Azərbaycanla əlaqələrin inkişafı özlüyündə Mərkəzi Asiya ilə əlaqələrimizin inkişafına təkan verir və əks proses gedir. Və orta xəttlə bağlı gördük, Cənab Prezidentin səfəri zamanı çox ciddi fikir mübadiləsi olub. Həm də birgə bəyanatda bu məsələyə toxunuldu. Niyə? Çindən gələn məhsullar Xəzər dənizi ilə gəlir Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə və Avropa bazarına çatdırılması. Bu həm də Zəngəzur dəhlizinə bağlı məsələlər də etibar edəcək gələcəkdə. Yəni, Azərbaycanın potensialı, Azərbaycanın imkanları, bizim coğrafi vəziyyətimiz, bizim infrastrukturumuz və müstəqil siyasi həyata keçirməyimiz, bunlar hamısı imkan verir ki, əlaqələrimizin inkişafı üçün yeni imkanlar yaransın və burada incə bir detal da var. Fikir verdiniz, Almaniya kansleri Merz söylədi ki, Ukrayna məsələsində Azərbaycan prezidenti tutduğu mövqe və bizim mövqeyimiz üst-üstə düşür. Yəni, hər iki dövlətin rəhbərliyi beynəlxalq hüququn əsas prinsiplərini, ərazi bütövlüyü və suverenlik prinsiplərini müdafiə edirlər. Bu da müstəqil siyasətin ifadəsidir. Kimlər ki, hesab edirdilər ki, Rusiya böyük dövlətdir, bu böyük dövlətin Cənubi Qafqazda təsirləri var
bu Azərbaycana təzyiq göstərə bilər. Hamısı deməli həqiqət üzə çıxdı ki, belə deyil. Azərbaycana münasibətdə heç kim diktə dili ilə danışa bilmir. Azərbaycan öz maraqlarını müdafiə edir və ən əsası beynəlxalq hüquqa söykənir. Beynəlxalq hüquqa söykənir və bu reallığı da Avropanın deməli ən böyük dövlətlərinin birinin Almaniyanın kansleri ifadə etmiş oldu. Yəni sizin sualınızla bağlı yekun onu söyləyim ki, İstər Almaniya, istər Böyük Britaniya, xüsusilə də Birləşmiş Ştatların regionla bağlı siyasətində bu regionu bütöv bir region kimi baxırlar. Orada möhkəmlənməsi üçün hər üç Cənub Qafqaz ölkəsi ilə münasibətlər qurmaq, inkişaf etdirmək yolunu seçirlər. Orada vaxtın müxtəlifliyi o anlama gəlmir ki, həmin dövlətə münasibətdə bir soyuluq var. Yox, sadəcə həmin dövlətlə münasibətlər daha çox inkişaf edib deyə, inkişaf etməmişdən münasibətləri yaxşılaşdırma əsas bu hədəfə çevrilir. argumentinizə bir əks argument gətirim ki, bu məntiqlə götürsək, Almaniyanın, konkret Almaniyanı götürürəm, Gürcüstanla bax belə sazişi yox idi. Strateji gündəlik haqqında da doğrusu birgə bəyannaməsi yox idi. Və özünüz də dediniz ki, Rasim müəllim də dedi ki, son hadisələrdən sonra aralarında xeyli ciddi fikir ayrılıqları yaranıb. Və faktiki olaraq o bayaq dediyiniz məsələ ki, üç ölkədə hansı daha çox belə etibarlıdır da ona ehtiyac yoxdur müqavilə bağlamağa. Çünki sözdə əməkdaşlıq və s. ticarət var. Yəni Britaniya-Azərbaycan münasibətləri kontekstində deyirsiniz. Gürcüstanla da Almaniyanın var idi, gördünüz? Amma Gürcüstan nəzərə alın ki, Avropa İttifaqı inteqrasiyası daha geniş, daha böyükdür, daha çox Bəli, inteqrasiya. Yəni, siz deyirsiniz ki, heç nə bir yerdə qalmır. Ola bilərmi? Yox, siz Almaniyaya fərdi şəkildə baxırsınız bir dövlət kimi. Amma siz Almaniyaya 27 dövlətin toplandığı Avropa İttifaqında əsas söz sahibi kimi baxın və onlar Avropa İttifaqının qapılarını sanki Gürcüstana daha çox açıblar və onunla bu sahədə daha çox hüquqi sənədlər imzalayıblar və vizasız rejim tətbiq ediblər və bu günləri Eurostat statistik gözü çox rahat şəkildə deməli Almaniya və istənilən Avropa ölkəsinə gedə bilər. Mən bunu mübahisə eləmirəm. Sadəcə olaraq yəni demək istəyirəm ki, Almaniyanın da yox idi sazişi. İndi bax görürsüz, münasibətlər də heç də yaxşı deyil və bu suallar yarada bilər.